Salam əziz dostlar, hörmətli kanal izləyiciləri, hər birinizi kanalımızda xoş gördük. Sabahınız xeyirli olsun inşallah, gününüz uğurlu olsun. Bugün mən Tərlan sizləri Binə qəsəbəsinin Ağçılıq ərazisindən salamlayıram. Şəxsi 4 otaqlı evin çəkilişinə gəlmişik. Yerləşir Binə qəsəbəsində, 2 sotda, yola yaxındır. Rahat marketə, Omidə yaxın bir ərazidə yerləşir. Mərdəkan aeroport yolundan belə deyim, məsafəsi artı olar da bir 700-800-də. Rahatı tanıyırsınız zaten burada. Yəni Rahata, Omidə çox yaxın bir ərazidə yerləşir. 2 sotda 4 otaqdır. Şəxsi özünə tikilmə evdir. Evin sağ tərəfindən və arxasına keçidi var. Evin altıdır, hündür. Açılıqda zaten bilirsiniz nəmişlik olmur. Nə görürsünüz evdə qalır 2 əşyadan başqa soyuducu ilə paltaryan götürür, qalan hər bir şey qalacaq. İndi mətbəx mebildir, qonaq otağında olan divandır, kreslodur, bunlar qalır. Və kombisi var, hazır çəkilib. Evdə kirayəşim var idi, çıxıb, indi ev satışa çıxıb. Betonu görürsünüz, bax, şəxsi ev üzrəsində tikilən evdə betonu, sonra 4 daşdan sonra ayrıca tol da qoyulub. Yəni burada belə deyim də, nəmişlik yoxdur, amma hər ehtimala qarşı qardaş bunu eləyib. Atmaların da məsafəsini görürsünüz da, heç 40 sant yoxdur ya. 30 santdan atmalardır. Yəni buranı da çəkim. Evin altıdır, yəni tam qəşəng istifadə eləmək olar. Artıq əşyaları həyətdə yığmaq üçün. Detallı hər otağa keçmirəm, vaxtımız itirməyim. Giriş qapısı Pulkna idarə olunan jaliz qapıdır, ayrıca giriş qapısı. Şirin suyu, qazı, işığı hamısı var. Əlavə 3 tonluq ehtiyat su bakı var. Həyətin sanitar sanuzeli tam işləyi vəziyyətdədir. Pləkanın altında burada yenə də qapı qoyub artıq əşya yığmaq olar. Ya kombini çıxardıb buraya yığmaq olar. Bu artıq belə deyək də zövqə bağlı olan bir məsələdir. Evin də görünüşü budur. Çox gözəl proyekti var. İndi içəridə otaqlarla tanış olacaq inşallah. Ən sevdiyim belə deyim evdə proyektdən biri də sanitar sanuzelin ayrı olmağıdır. O da bu evdə var. Ya Allah, salamünaleyküm, xoş gəlmişsiniz. Giriş hissə domofonuna kimi var, işləyir hal-hazırda. Elektrik işıqları vurulub. Hamısı yığılıb burada. Hətta yazılıb hansı otaq hara məxsusdur. Sağ tərəfdə bizim yerləşir qonaq otağı. Yəni bax, bu divan qalır, kondisioner də qalır, bu stullar da qalır. Radiatorda isti poldur ev, poldur. Yəni 1 qram atlanıram, hətta belə də vururam ayağımı, 1 qram polda oynama yoxdur. Pəncərələrin raşotkalarına qədər çöldən vurulub. Bura bizim zalımız. Zalla üzbəüz yerləşir mətbəximiz. Qəşəng mebel dəsti var. Rəng seçimi də çox gözəldir. Buradan bir dənə soyuducu götürüləcək. Bir də paltaryan bayaq dediyim kimi. Bura bizim mətbəx. Burada yerləşir bizim sanitar sanuzel. Qəşəng belə deyim də kiçik koridorlandır. Daxil oldum. Sol tərəfdə bax paltaryanı qoyulub. Sağ tərəfdə də moydadır. Qəşəng, çox gözəl, necə deyirlər, proyektdir bu. Tam hazır. Əla. Yəni bu ideya çox gözəldir. Və 3 yataq otağı burada yerləşir ki, tanış olaq bir-bir. Birinci yataq otağımız balacalarsın. Bu kiçik yataq otağıdır. İkinci yataq otağı əşyalar yığılıb üzrlə hesab edərsiniz. Kondisioner xəttinə qədər fikir verin qoyulub. Yəni bu otaqda kondisioner qoymaq üçün xətti hazır var. Taxtın yanında görürsünüz rozetkalar qoyulub. Hətta gecə işıqları üçün də elektrik xətti çəkilib. Və burada bu hissəni qardaş bölüb, buranın qəşəng qardırob çıxartmaq olar. Çox gözəl düşünülüb. Əla. Bu otaq kimi də üzbəüz bu otaqda da eyni proyektdir. Burada da məsələn burada şifanerin özü qoyulub, yəni buranın qəşəng polka ilə yığmaq olar. Evin fundamenti də var, kəməri də var. Necə lazımdır, yəni çox yüksək səviyyədə tikilib, şəxsi özünə tikilmə evdir.
Dediyim kimi, start qiyməti 110 mindir əzizlərim. Real alıcı ilə qiymətdə razılaşma olar. Sənəd isə sərəncamdır. Yəni burada bilirlər də çox evlərin sənədi budur. Alqı-satqı eləmək mümkündür. Kommunallar razılıqla hamısı adı kesilir. Yəni tam notariat qaydada bank yolu ilə bütün alqı-satqı mümkündür. İnternetdə də yadımdan çıxmışdı deməmişdim. Optik internet nə qədər çəkilib hazırdır. Bu qədər əzizlərim. Sağ olun, sağlıqla qalın. İnşallah növbəti çəkilişlərdə görüşmək ümidi ilə. Sağ olun.